Məsələn, mən səmimi deyim, mən necə deyirəm ona, utanmaz oğurlayıram hər şeyi. Yəni ki, kimisə maraqlı statusunu görsəm oğurlayıram. Deyirəm, Bəs referans göstərmirsən? adətən xoşuma gələndə kommentini yazıram ki, oğradım, amma oğrayıb hara paylaşdığımı yazmıram. Əgər söhbət statusdan gedirsə. Amma məsələn ən çox utanmaz şəkildə oğradığım şeylər ideyalardır. Yəni əgər mən kiminsə elədiyi şeyin uğurlu olduğunu görürəmsə və onu eləməyə və yaxud daha yaxşı, çox vaxt daha yaxşı eləməyə resursum, vaxtım, enerjim varsa, mən onu yəni heç bir icazə almadan eləyirəm. Ona görə sual bundan ibarətdir ki, kiminsə ideyasını oğramaq nə qədər etikdir? Ümumiyyətlə oğramısanmı hansısa kiminsə ideyasını? Oğurlamaq yoxsa kopyalamaq? İkisi də eyni şeydir də. Yəni kopyalamaq, oğurlamaq. Oğurlayırsansa o adamın əlindən narsan incəz McDonald's-un indi founder mən oğurlayıb onu. Amma Burger King obrislər kopyalayıb. Mənim oğurlamaq kobud dediyim sözdür, kopyalamaq. Yəni ki, oğurlaya da bilərsən, nə mənada? Tutaq ki, bu adam sadəcə ideyası olub, düzəltməyib onu. Kopyalamaq o vaxt ki, o məhsulu hazırlayıb artıq. Yes. Amma bir səsini göstər. Hə, amma mən ideya mərhələsindən danışıram ki, bu adamın ideyası var. Sən necəsə tutaq ki, eşitmisən, bilirsən və s. və orada potensial görmüsən. Sən onu eləyəndən sonra o gecikdirsə bu oğurlamaqdır da. Yəni mən bunu səndən qabaq elədim, sən bazara girməyə çətinləşdi. Və yaxud oğurlamaq bir də necə mən nəyin adını qoyuram oğurlamaq? Tutaq ki, sənin bir biznesin var. Mən sənin hansısa bir sirri sorsu bilirəm. Mən eyni məhsulu qurub səndən kompet eləyirəm. Səndən rəqabətə girirəm. Sən həmin bazarda bildim. Unfair competition yaradıram da. Doğru, maraqlı bir cavab verəcəm buna. Mən sən dedikcə fikirləşirəm. 3 hissəyə bölümdə birincisi yox oğurlamamışam. Rahat deyə bilərəm bunu. Kopyalamamışam da. İkincisi kimsə məndən nəsə oğurlayırsa, mən buna pis baxmıram. Oğurlasın da. Dünyanın axırı deyil ki, milyon dənə başqa ideya var. Bu arada mən də ona tolerantam. Yəni ki, mən də ona tolerantam. Hə. Yəni mənim ideyamı kim oğurlayır oğurlasın, qurbandır. Əgər onu məndən yaxşı eləyə biləcəksə, bəli.